Bu günləri ən sevdiyim yeməyi hazırlayıram. Dadı isə möhtəşəm. Bu gözəllikdə yeməyi kim sevməz? Bizim evdə hər kəs sevir. Əminəm ki, sizlər də sevəcəksiniz. Tavaya xırda doğradığım soğanları və nehrə yağını əlavə edirəm. Duz vururam ki, soğanlar biraz yumşalsın. Soğanlar biraz qızarana yaxın ətləri əlavə edirəm. Kiçik küftələr düzəltmişəm və tavanın qapağını bağlayıram. Ətləri qarışdırmırıq. Qabığı soyulub xırda doğranmış pomidor və evdə hazırlanmış biber pastası əlavə edirəm. Biraz qarışdırıb yenə qapağını bağlayıram ki, pomidorun öz suyu çıxsın. Gördüyünüz kimi pomidorun öz suyu çıxdı. Ətlə bərabər necə gözəl qovurulub və kartofları əlavə edirəm. Biraz qarışdırıb ədviyyatlarını vururam. Zövqə görə ədviyyat vura bilərsiniz. Mən duz, istiot, sarı kök vurdum. 1 stəkan yarım su əlavə edirəm. Qapağını bağlayıb və bişməyə qoyuruq. İnanın ki, çox dadlı yeməkdir. Hazırlasanız evdə hər kəs bəyənəcək. Burada da yeməyimiz artıq hazırdır. Üzərinə göyərti gəzdirirəm. Siz bunun rənginə, yağına, buradan da dadını təsəvvür etmək olur. Burada da dadına baxıram. Mənə nuş olsun. Sizlər də hazırlayın. Sizə də nuş olsun. Səhifəmizi izləməyi, paylaşımları bəyənməyi unutmayın. Hələlik.